Belə. Aha. Hər vaxtınız xeyir olsun. Bizim növbəti mövzumuz olacaqdır Yaponiya. Yaponiya 19-cu əsrin əvvəlindən danışacağıq. Deyirik ki, Yaponiyada ali hakimiyyət imperatora məxsus olsa da, real hakimiyyət aid idi Tokugawa sülaləsinə. Tokugawa sülaləsi. Tokugawa sülaləsindən olan deyir hətta. Siyoguna məxsus idi. Siyogun da kimdir desəz, deyirik ki, hərbi qulluqçular idi. Həmin hərbi qulluqçulara verilən addır. Yəni, hakimiyyətdə hökmdar olsa da, imperator olsa da, əsl hakimiyyət Tokugawa sülaləsinə məxsus idi və yaxud da Tokugawa sülaləsinə olan Siyoguna məxsus idi. Bəs 19-cu əsrin əvvəlində Yaponiyanı biz necə təsəvvür edirik deyənə deyirik ki, qapalı ölkədir və bir çox ölkələr çalışırdılar ki, onun o qapalılıq siyasətindən Yaponiyanı imtina elətdirsin, amma bunu bacaran bir dövlət var, bu da ABŞ-dır. 1854-cü ildə ABŞ və Yaponiya arasında sülh və dostluq müqaviləsi 1854-cü ildə Yaponiya və ABŞ arasında sülh və əməkdaşlıq müqaviləsi imzalanır. Həmin müqavilənin şərtində deyilirdi ki, ABŞ gəmiləri Yaponiyanın bəzi limanlarında üzmək hüququ əldə edir və yaxud da ki, bəzi limanlarına girmək hüququ əldə edir. Bu limanlarında adları Shimoda və Hakodate idi. Və Shimodada ABŞ konsulluğu da yaradılmalı idi. Bunu da unutmayaq. Və bu müqavilə 1854-cü ilin müqaviləsi Yaponiyanın özünü təcrid siyasətinə son qoyur. Və bu kimi müqavilə bir neçə il sonra ABŞ-la yeni müqavilə imzalayır. Sonra Yaponiya Rusiya ilə bu cür müqavilə və digər Avropa dövlətləri ilə də müqavilələr bağlamağa başlayır. Yaponiyanın qapalılıq siyasətindən imtina etməsi məhz samuraylar və knyazlar tərəfindən xoş qarşılanmır. Samuraylar və knyazlar deyir ki, bu bizim ölkəmizin müstəqilliyi üçün, yəni o samuraylar da kimdir deyəndə feodallardır onlar da. Həmin samuray və knyazlar deyir ki, bu Yaponiyanın müstəqilliyi üçün təhlükədir. Siz öz qapılarınızı nəinki deyək ki, ABŞ-a, Rusiyaya və digər Avropa ölkələrin heç birini açmalı deyilsiniz. Yəni, bu bizim müstəqilliyimiz üçün təhlükədir. Və bu qapıların açılmasında, qapalılıq siyasətinin imtina edilməsində bu knyazlar və samuraylar əsas günahkar kimi görürdülər Tokugawa sülaləsini. Və onlar imperatora müraciət edirlər və imperatora deyirlər ki, gəlin, belə deyək də, siz əsas hakimiyyəti ələ keçirin və bununla da Yaponiyada 1867-1868-ci ildə burjua inqilabı başlayır. 1867-68-ci ildə. Yəni, baxın, belədir məsələ. Deməli, samuray və knyazlar dövlət müstəqilliyi üçün təhlükəli hesab edirdilər. Xaricilərin üzünə qapıların açılmasını və yaxud da ki, Yaponiyanın qapalılıq siyasətinə imtina edilməsi təhlükə hesab edirdilər. Ona görə dövlət xadimləri imperatora müraciət edir və bununla da burjua inqilabı başlayır. Və bu burjua inqilabının nəticəsində 15 yaşlı Mutsuhito imperator taxtına çıxaraq Siyogon səlahiyyətlərini tamamilə ləğv edir. Tokugawa sülaləsi hakimiyyətdən gedir, 15 yaşlı Mutsuhito hakimiyyətə gəlir. Və o, imperator hakimiyyəti beləliklə artıq bərpa olunmuş olur. 1868-ci ildə imperator Mutsuhito yeni hökumət proqramını bəyan edir. Bu hökumət proqramında deyilirdi ki, ədalət qorunacaq, haqsızlığa yol verilməyəcək, elm dünya səviyyəsində inkişaf etdirəcək, hakimiyyətdə təmsil olmasından asılı olmayaraq bütün vətəndaşlar dövlət üçün çalışacaqlar, bu kimi məqamlar. Və həmin dövrdə də yenidən qurma tədbirləri keçirildi. Həmin yenidən qurma tədbirləri məhz Avropada təhsil almış dövlət xadimləri, yəni müşavirlər tərəfindən həyata keçirilməsində həmin müşavirlərin, yəni Avropada təhsil alan bu şəxslərin çox böyük rolu var idi. İndi biz bu Mutsuhito'nun dövründə Yaponiyada keçirilən burjua islahatlarına baxırıq, inzibati islahatına baxırıq. İlk növbədə burada knyaz mülkləri ləğv edilir, əvəzində prefekturalar yaradılır və knyazlar qubernator statusu əldə edirlər və mülklərini itirən knyaz və samuraylar xəzinədən təqaüd almağa başlayır.
İdarəetmədə Avropa nümunəsində nazirlik yaradılır. Bu Avropa nümunəsində nazirlik Osmanlı üçün, 2-ci Mahmud üçün də oxşar cəhət idi. 1830 onu götürə bilərsiniz. Yəni 19-cu əsrin birinci yarısı idi orada. Burada 19-cu əsrin ikinci yarısında Avropa nümunəsində nazirlik yaradıldı və 1889-cu ildə Yaponiyanın ilk konstitusiyası qəbul edildi. Sonra hərbi islahata görə samuray dəstələri ləğv edildi, müasir ordu yaradıldı, iqtisadi islahata görə white pool sistemi yaradıldı, dövlət xəzinəyə məxsus sənaye müəssisələrini maliyyələşdirməkdən imtina edərək ayrı-ayrı şəxslərə satdı bunu. Bu da Mitsui və Mitsubishi kimi deməli şirkətlər idi. Deməli, hansı ki bu belə deyək də ayrı-ayrı sahibkarlara satılması nəticəsində deyil, Mitsui və Mitsubishi kimi şirkətlər meydana çıxır. Təhsil islahatında da yenə eyni məqamdır. İlk qadın deməli uşaqlar altı ilk qadın pedaqoji məktəbi açıldı. Uşaqlar 6 yaşından etibarən 4 illik məcburi təhsil almalıydılar və ali təhsil ocaqları da yaradıldı. Bu belə. Sonra burada biz bilirik ki 1894-1895-ci ildə Çin və Yaponiya arasında mübarizə getmişdi. Bu Koreya uğrunda gedən mübarizə idi və burada Yaponiya qalib gəlmişdi. 1904-1905-ci ildə isə Yaponiya Rusiya ilə mübarizə aparıbdı. Uzaq Şərq uğrunda gedən mübarizə idi və bu mübarizənin də nəticəsində biz bilirik ki Rusiya məğlub olur, Yaponiya qalib gəlir və 1905-ci ildə Portsmouth şəhərində müqavilə imzalanır. Saxalin adasının cənubunu ələ keçirir Yaponiya, Cənubi Mancuriya və Koreyada şərəksiz ağalığı təmin olunmuş olur. Bax, bizim dərsimiz bu qədərdir.